bir Azərbaycanda nazir, bir deputat sizin icazəniz olmadan təsdiqlənib bu vəzifədə otura bilməz. Yaxşı təsdiqləmişsiniz, yaxşı eləmişsiniz yoldaş prezident. Niyə tələb eləmirsiniz onda? Biz vətəndaşlar quluq məyər? Bu nə belə nətərdim vətəndaşa qarşı, Azərbaycan Respublikasında yaşayan insanlara qarşı bu nə qədər alçaldılmış bir münasibət bəsləməkdir. Axı biz bu ölkənin vətəndaşlarıyıq. Vətəndaşlar illərlə nə qədər vergi sisteminə vergi ödəyir. Siz bu ölkəni nəyə əsasən saxlayırsınız? Mənə görə, ona görə, ona görə, ona görə. Bütün vətəndaşlar olmasa, yoldaş İlham Əliyev, bu respublika fəaliyyət göstərə bilərmi? Bu dövlət ola bilərmi? Axı hər bir dövlət, biz tarix geçmiş bir adamıq da, hər bir dövlət vətəndaşın, insanlar, vətəndaş kimdir? İnsandır. Vətəndaşların çiynində durur. Yaxşı, siz bu vətəndaşları qiymətləndirmişsiniz əgər. Nətər olur? Onların zəhmətindən istifadə edirsiniz. Azərbaycan vətəndaşı niyə digər dövlətlərin qabağında özünü aşağı, rəzil, alçaldılmış